Dinən, ekran tıklayaq ay dostlar. Yaxşıyam. Dinən yaxşıyam, əlayam dinən. Biraz ürəyim ağrıydı, dərmaza düşmüşəm, üstüne sağlıq. Fikir eləmə, hər şey yaxşı olar. Canım, Fikir eləmə. ürəyimsin. Mənim canım, bacım. Sağ ol Ceyran. Bu neydi ağız? Bu niye söndürdü? Burada gene bu Aygün şeyleyir, bu komandırı söyleyir bu Ceyran'ı. Ay Aygün. Bu niye gitti sen? Ceyran niye gitti Aygün? Ha. Ha yaxşı işinde oldu. Ekran tıklayaq dostlar. Ekran tıklamaq lazım. Ekran tıklayın ay dostlar. Ekran tıklayaq. Ürək atır kövrəlib Ekran tıklayaq dostlar. Tıklayaq. Ekran tıklayaq ay dostlar. Evlerine gediblər, Ceyran gildərdilər. Rayondadılar. Ekran tıklayaq, ay kızlar, bizim kızlar tıklama az daxı. Tıklama azdır. En gözəli özün müraciət elə buradan tam təfsilatı ilə. İndi bir dənə səhifə yaratdıq. Nəzir elədir. Narahat olma, bu şey. Buyur. Yəni kimdə varsa bir dənə desin, fərqi yoxdur. Yəni ayın uzağı, yəni 6-7-si verilir maaşlarımız. Alıb, yəni üçün lazımsa sənədlərimi verəcəm. Zalıq kimi eviyyəsi saxlasın. Yəni çıxıb qaçan adam deyirik. Yəni sadəcə olaraq bir dənə təşkil edəsin, bir dənə ev. Aslanın nömrəsini var yaz uşaqlar aşağı. Birin 2 olsun, ya 2 otaq olsun, fərqi yoxdur. Bir dənə paltaryon xaladenk olsun, yatacaq kravat olsun. Yəni yorğan döşəzat var, qab qaşıq var. Aslan da təmiz uşaqdır valla. Yəni o pul batabi bir həftə ilə qaçıb Azərbaycandan çıxmayacaq. Söz veriblər, bir nəfər söz veribdi Moskvadan göndərəcək, amma hələ göndərə bilmirəm niyə. Lap o göndərməyəcək, fərq eləməz. Moskvadan xəbər gəlməyəcək. Bir həftəyə bu adam halal maaşını alacaq. Ondan rahat ol. Həri. Nə, narahat olma. Burası indi burada girirlər də bizim canlımıza. Bir otaqlı ev, bir ailə üçün ev lazımdır uşaqlar. İlkin ödəniş söhbətidir problem. Gözəl insanlar. Dəstək olsuz yaxşı olar. Fərqi yoxdur, şəhərin harası olursa. Nə varsa fərq eləmir, hansı ərazi olur olsun. Ərazinin fərqisi şey yoxdur. Bir dənə kimin kömək istəyi varsa yazsın. Altdan yazsın, baxıram mesajlara. Şirin Şimşək çox sağ ol, təşəkkür edirəm. Pul lazım deyil, ev söhbətidir, gözəl insan. Kirayə ev lazım. Ev lazımdır, yəni əlimdə bir dəqiqə nağd olaraq pul yoxdur. Kama bu gün üçün nəsə bir şey eləmək olar, gözəl insan. Masazırda var. Mədənə qoşula bilərsiniz bura, əgər. Yəni biz necə, əgər kimsə qonşusunda varsa, desin, danışsın. Desin ki, belə bir ailədir də, yəni gəlib qalacaq, yəni pulu verəcək. Salam qaqa, problem deyil. Tezdən çıxıram, axşam gəlirəm. Nömrəm də buradadır. Yazırlar, bir yaxdan sabit deyirlər, sağ olsunlar. Pul köməyi varsa, Viking, əgər o niyyətdəsizsə, yəni problem yoxdur. O barədə. Sevgi bir dəqiqə gözlə. Aliyar Rəhmov, bəssi də, özünə hörmət elə də. Kuşka, bir dəfə yazdım, başa düşdü. Eləməyin ağzı. Nə idi bu? Yad planetli, bəli, olsun 2 otaq ya da 1-in 2-yə. Tək bir otaq istəmirəm də, 1-in 2-yə ya da 1-in 2 otaq olsun, fərqi yoxdur. Ya 2 otaq ya da 1-in 2-yə də, yəni 1-in 2-yə düzəlmə predelka. Mən özüm aça bilmirəm, spamdayam, sabah açılacaq. Sən o biri profilinə... Nömrə verə bilərəm. Bəli, ver. Nömrə verə bilərsən, ver. Sən öz profilinə onlara yaz, dastroçsun. Tanışlıq verək də, yəni tanışlıq verək ki, yəni bildiyiz adamdırsa əgər. Sizə yatanlar nə mənada qoşulmaq istəyir? Evlə bağlıdır. Təranə, Gülafət Hümmətova, Əskərov Samir, Rıhıvıcıcıbıcıbıcıbı, Anaksaklu Anastasiya, Dəlisov Anastasiya. Ceyran Aygündə qalsın.
Azərbaycan. Kimdir bunlar? Nədir problem? Bir dənə yazsın Vallahi bilən. açıqla mən bir söz deyim. Yola getmirlər. Yəni yola getsələr nədir qalmasın? O mənim qonağım. Gəlsinə qalsın. Anam heç. Anam başımın üstündə yeri var. Amma yəni bilirəm ki, yenə gələcəm daxilə. Hoqqa verəcəm. Qəti. Aslan işdə, bunlar evdə qırsın bir-birini, aslan gəlsin, yenə əsəb keçirsin. Olmaz. Olmaz. Elə bir odla suya deyirsən ki, gedim Yo. Qaydundala. Amma mən bir şey deyim, bu qızın ürəyi o qədər təmizdir ki, bax indi yanımda olanı. Bax Quran and olsun. Asamdan nömrəni götür. Axırı 99. 807 57 99. Hayda bu saxla belə. 050 ilə. Deyəm. 050 807 2 takipçi. Qeyd edək ki, kart qoyun. Kimin gücü nəyə çatırsa dəstək olaq. Dəstək olaq deyirsə, deməli həmin o cəmaatın içində siz də sayırsınız, o sənin içindəsiniz. Buyurun. Qeyd edək ki, kart qoyun. Kimin gücü nəyə çatırsa dəstək olaq. Yenə yazdı sözü. Yaxşı. O birilər dəstək olan deyirlər, onlar istəmirlər. Siz buyura bilərsiniz. İndi bu nömrəyə mən zəng edeyim də qoyub yəni. Bir dənə zəng edin. Ələz. Cəmaat yatışmamış əlaqə saxla gör. Sən səsi bağla. Yox, qulağımdadır. Alo, salam axşamınız xeyir xanım. Bilirik, sayın narahat edirəm bu vaxtı. Biz TikTokda canlı yayımdaydıq, sizin orada nömrəzi yazdılar, kirayə evlə bağlı. Siz Mak deyirsiniz, yoxsa? Mak deyirsiniz. Mən elə ki, ev lazımdır mənə, bir yoldaşım bir özüməm də. Gənc ailəyik, yəni sadəcə olaraq burada mən yayımda da qeyd edirəm. Mən yəni işdən, yəni mən elə ki evə girib lazım olsa zalog olaraq bütün sənədlərimi də qoyuram. Yəni belə tanınmış simalardanıq da belə deyək, etibarlı adamıq. Yəni atıb qaçan adam deyilik. Bizə birin 2-yə ya da 2 otaq fərq eləmir. Yəni harda olur olsun. Bir paltar yuyan xalı deyək olsun, içi dolu deyəndə, yəni belə də, yəni yatacağımız, duracağımız, qab-qaşığımız adımız var. Yəni beləcə bir ev lazımdır. Prosta mən qiymət neçə olur misal üçün? Olsun, qane eləyir. 350-dən yuxarı olmasın ki, 350 qane eləyir. Yəni düz qoş edə bilər, sən özümdə ikinci Qarabağ müharibəsi qazisiyəm, yəni yetərə qədər yəni insan tanıyır. Yəni atan qaçan adam deyilik. Sadəcə bizim yəni bir də elə vəziyyətdə ki, yəni ev yoxdur, yəni qohum evinə qalır, o da bir gün, 2 gün alınmır, heç cür alınmır. Mənasız. Dişi canavarı nəsə səs atmır. Yəni o barədə köməklik edə bilərsinizmi mənə? Yəni lazım olsa, yəni bütün nə sənət lazımdır, verərəm, yoldaşım bir özümə. Yəni girək bir həftəyə uzaqbaşı pulu verəcəm. Yəni nədirsə, yəni mən Boltda işləyirəm taksidə. Yəni bizdə indi bəli, ödənişlə bağlı deyirəm. Yəni girəm moment. Yəni o da sizlik ola bilər də, yəni çünki biz tanımırıq ki, seviyəsini en azından tanıyasınız. Aha, tamam. Deyir, yaxşı, onda mən sizinlə əlaqə saxlayıram. Nə olub, nəyə gülürsən? Sən də tapşırım, nəyə gülürdün, nə yazmışdı? Burada bir nəfər tapşırım. yeyib sirvəyəm. Oluyor vermedi. Günahda gecəyəcəyizmi? Baxın, bizdə belədir. Boltun, yəni indi bu qanun qayda ilə əsasən. Qanun qayda ilə əsasən, yəni bizdə rəsmi işdir. Yəni bizə elə ki 15 gündən bir maaş açılır. 15 gün işlədimsə 15 gün pulunu ala bilərəm. Rəsmidir, turda boyla. Lalə nətərsən, Lalə? Lalə, özün bilirsən ki, fantastik, katastrofik anlarda sizlə əlaqə saxlayırıq da. Belə xoş gündə bizim səninlə işimiz yoxdur. Fantastik. Zəhmət olmasa bir dənə təşrif buyurun da, burası sizlə bir 3 dəqiqəlik vaxtınızı zəhmət olmasa. Hadi biz Allah Bəli. olmaya qana düşürəm. Ona görə Narahat olmayın. Biz uzağı sizə ürək dirək verə bilərik, dua eləyə bilərik, nə bilim, xoşbəxtçilik arzulaya bilərik. Pılmıl heç nə verməyəcək də. Bizdən bu şeyi ömür boyu gözləmə. Hal-hazırda vəziyyət onu göstərir ki, Aslangilə daş rosunu bugünü sabaha ev lazımdır.
Aslan pulu var, Çirən pulunu ödəmək. Aslanın pulu əlbəttə ki, yoxdur. Əgər sizə Lalə ayın 6-7 Evə köçəndə ev yəsi birinci pul istəyir də. Yox, mən siz bildim ev yiyəsi yox, sizə müraciət edirik. Bir neçə günlük heç olmasa yer var orada. Dəlisən sən. Yox Mən Allah. qanı salmaq istəyirsən. Yox Allah and olsun. Bu söhbəti bir mən biləcəm. Bilsən bir də 770 nəfər. Artıq heç kim biləndir bu söhbəti. Sonra üstdən baxan bir 200 nəfər də var. O ekran kaydı edir. Onlar biləcək. ATV biləcək. YouTube, TikTok biləcək. Bir də Azərbaycan 10 milyon nəfər biləcək. Çox yox, narahat. Biraz xaricdə Onları mən bu gün evə çağırsam var. Deyəcəklər o qızı da Lalə tapıb ona. Yox. Nabat küsmüşəm səndən. Nabat sən niyə məni takipdən silmirsən az? Az şey, nə? Nə ola bilər gəldi. Allah haqqı məni takipdən silib. Sən öyle deyirəm texniki səhvdir. Gör nə deyirəm? Pərviz canı deyirəm. Allaha and olsun deyirəm. Mən səni çox istədiyim qədər özün bilirsən ki, heç kimi çox istəmirəm. Hörmət elədiyim insanlardansan. Bu vəziyyətdə göydə Allah, yerdə sına duzu çəkirik. Bir dənə, bir sən nətər, heç olmasa bir neçə günlük. Təşəkkür eləmədiyə görə. Yo, mən özümü qana salanmaram. Bəs burada biri yazmışdı ki, Lalə xanımdan başqa heç ümumiyyətcə biz bu işə kömək eləyəcək adam tanımırıq. Yəni, necə oldu mesaj? Onu deyən özləri aparsın, hərəsi bir gün qonaq eləsin də təzə cavan ailədir. Yox, onları biz tanımırıq, onları yiyəsin. Bax, burada məsəl üçün sənin haqqında həmişə mən yaxşı sözlər oxumuşam. Buna keçmiş mesajlara qayıdım. Lalə, zarafatsız nə eləmək olar gözəl insan? Ay dostlar, siz Allah, ay 800 nəfər. Özünüz görürsünüz də, mən belə olur. Eyni belə bir vəziyyət olur. Sonra da söylən də mən oluram, pis adam da mən oluram. Ölənlərin getdiyi haqqı qorxma. Cəbhəyə bölünmüşük. Ayrı bir komandadır. Ayrı komandadır. Allaha and olsun. Bu ayrı komandadır. Başa düştay. Burada vəziyyət ruscadır. Bizə bir dənə indi çıxıblar da o yerdən çıxıblar. Deyən. Mən elə bir xoş edəməm, ya Allah. Biri yazdı, kart at ödəyim. Bunu oxu bir dənə. Deyil, kart at, tez ol. Nə bilək ki, bu Biri yazdı, kart at ödəyim. Canım, Diego Makler mənə dedi ki, 350-yə var. Nömrəni yazın ora. Aslanın nömrəsini yazın. Aslan kartını yazın da. Mənim öz səhifəmə baxsınlar, Aslan Zəngilan 64. Orada bioda var. Altda yazmışam Sən ged o kartımı. səhifə, o səndə spamdadır. Sabah açılacaq, hə. Bunun biosuna ya, bəlkə elə ona görə şeyə gedibdi. Yo, mən o günlərim o Zeynlə nədir, mən xəbərdarlıq gəlmişdim, Pərviz yadıma gəldi. O zaman sən mən maşın sürə şeylərimi danışdım. Onda 2 dəfə xəbərdarlıq gəldi. Sonra gəldim evə. Ağa evə deyib pul atım. Yox, o sözləri işlətmə də, ay aslan, atım, pul, cart, o sözləri işlətmə. Olmaz yayında işlətmə. İndi bu qaqaşın da Burada sən. necə yazır? Onda yaxşı, burada yazaq sabitləsin, hə. Ora nömrə niyə düşmür? 3 dənə moderator yeyib içirik səhərdəndən. Bir dənə nömrə yazan yox. Ay Pərviz, orada Mənə bax, köməli eləmək istəyən varsa, elə burada mənim nömrəm var. Köməli eləmək istəyən varsa, nömrəm WhatsApp-dan yazsın, mən kartımı atım birbaşa. Ay sağ ol, hə. Aslanın nömrəsini de, Nabat girsin, direktinə yazsın kim istəyirsə. Yox, burada var da, elə bayaqdan nömrəmi yazmışam burada. Burada da var 250 manata evlər, boş evlər var. Təkcə kuxna meblisi var. 250-yə qəşəng evlər var. Prosto ki Bizim buna kravat olsun ən azından. Kravatı bir dənə qaldı, bir dənə paltaryon olsun. Başqa heç istəmirəm. Nananı kim atıb səsə? Deyiləm. Yəqin səhvən düşüb. Uşaqlar, kim köməklə yemək istəyirsə zarafatsız dedi, güldü. Zəhmət Mən olur. bir aylığına lazım. Ya versin bir həftəyə maaş lazım verim, ya da ki belə nəsə kim necə kömək eləmək istəyirsə eləsin. Yəni bir dənə çətinliyin bayıda bunu eləyim və sən qutarım, onsuz işləyirəm. Ay aslan, heç kimin dədəsinə borcu yox deyə evə yığan kimi hələ elə adam var depozit alır. Sən deyirsən ki, mən heç birinci ayın pulunu da ödəməyim, elə şey olar. Bir həftəyə verəcək də, Evet, bir gətir. Sabır qutardı, ücret. Bəlkə buradan bir ürəkli bir adam çıxacaq, dəstək olacaq sənə. O Moskvaya yazdın sən. Yazıram, oxuyur cavab yazmır. Demişdi bu gündə, dünən yazdı ki, bu sabah əlaqə saxlayacaq sənə. İlhamiyə bir mesaj yazmaq lazımdır. Hələ durub baxırıq. İlhamə bizə baxır, biz İlhamiyə. Necə oldu? Aslan, sən də birinci başını soxacaq yer tap, sonra arvad tapdan, ha? Sən çətin işi
Yəni Lalə o söhbət. Lalə. İlhamə xanım, bir Lalə, dənə bura nöqtə yazın. İlhamə xanım, zəhmət olmasa. Mən aslan Allah çərləmişəm sən əlinə. Səni bir tapan bir də qaçıb qutaran sevinə. O xaş yediyimiz, mən də yeməmişdim həmin günü xaş. O xaş yediyimiz günə daş düşəydi. Ay Allah. İndi belə deyərəm də. Xaşın İndi belə bəlası deyərəm. gəldi. İndi belə deyərəm də onda Lalə. Xaş yediyimiz gün daş düşmədi. Bu səfər gedərik, xəncəliyərik, onda daş düşəcək. Zlalıqa. Allah zibilə İlhamə keçmişəm. xanım, alo, ay alo. Mən öz oğlum məni bu qədər incitmir aslan qədər. Aslan məni nə qədər zibilə salıb bir bilsəz. Yaxşı eləm, çox Ay istəyirəm. keçən dəfə mən söydürdün, Dəlisov Anastasiya, RHB, Təranə, Gülafət Ümmədova, Amini Qunqur, sonra Tural Ələkbərli. Bunlar niyə istəyə atıblar? Bina atçılıq, xonça kirayə. Siz nə düşən aşağı ay Pərviz qoy sən bir şey başa salım elə də qurban sənə. Bax Aha. aşağıda ruçka işarəsi var, ruçka. Aha. Ha, orada belə dörd bucaq şeylər var, qırağı belə qatdaqlı. Bax beni sevin şeyinə də oxşuyur, nə bilim, konuma da oxşuyur. Orada girib onun üstünə o hesabı yaza bilərsən, düz ekrana sabitləyirsən. Panolar var, müzik var. Zariyat Dörd bucaq bir getdi. şeydir, kartma. Var, effektlər var, gözəlləşdir, səs effektləri, arxa plan. Arxa plan budur, pərdə. Sonra səs effektləri var. Bax, ruçkaya gir. Uçkaya girmişəm də, mən də oradayam. Orada göy, sarı, qırmızı, bənövşəyi şeylər var, kvadratlar. Deyən bir dəqiqə, demə o bir telefonla canlı Yəni yayın. Rusça və yaxud Oradan baxım deyim. Rusça gəldi. Altda yazılanları oxuyuruq yoxsa? Сколько есть на kvartiru. O ser yazıb ki, Rusça yazır ki, onlar nə qədər bir həftəyə verəcək gözəl insan. Harvey, сколько я Bəli. их знаю, они каждый месяц деньги собирают на квартиру. Deyir, mən onları neçə ildir tanıyıram, elə onlar elə neçə ildir evə pul yığırlar. Ümidlənməyin, yaxşı şey demir. Fira niyə istəyə atıb bura? Mən özüm tərcümə edirəm burada. Aslan, sürüş düş bir dənə, mən bundan şey... Nazlım yazıb ki, mən kirayə ev verirəm. Mən burada kömək eləyirəm. Burada onsuz da o əgər çıxacaqsa, sən də çıxmalısan ki, mən o işi görüm. Mən də çıxıram da, deyirəm, gəl mənlə PK-ya gir, başa salım. Bəs Aslanı hara salırıq, Türkün məsələsən. Buna bax, özü üçün əlləşir. Deyir, mən PK-da kart qoymaq olur, mənə danışırsan Lalə. Yox, PK-ya qoymur, Lazım deyir, vurub iki koru da görəni də koymur. O şeyi başa sallar, bu ruçkayı. Lazım deyir. Nazlım deyir ki, kirayə ev verirəm. Günəş işığı gəldi, alo. Nətər oldu? Lalə heç ara tərpənmə bir dəqiqə. Günəş işığı nətərsən? Nə oldu? Bir dənə bizə şad xəbər də görək. 200 manat, 150 manat. Bir dəqiqə tələsmə, bircə saniyə gözlə. Alo. Günəş işığı yazır nəsə. Verir. Şeylə danışdın dəqiq, tutu ilə. Gözlərinsə, qazı yoxdur, elə yazıb. Kim yazıb onu? Neynirəm bu, hələ qış başlamayıb. Cəmal qol açıq gəzir. Şeydir. Deyir, verir. Günəş işığı hardadır o? Günəş işığı sənin mənim WhatsApp-ım var da, sən də mənə yaza bilərsən. Günəş işığı bir dənə irtifata keçə bilərsən, Aslangil maşındadılar bu dəqiqə. Nömrə odur? Kim verir? Nömrəm burada da, bilir mənim nömrəm var. 150 manata sabunçuda ev var. Əvvəlindən verməsələr alınar, Nazlım. Gitsin menecerin yanına, menecer kimdir? Aslanın nömrəsidir bu nabat yazan. Kim yardım eləmək istəyirsə deyə Aslanın nömrəsinə yazsın da, nömrəsini götürün. Siz yazın da, gözəl insan. Moderatorlar, başım ağrıdı. Nə lan? Münəvvərin. Münəvvərin eyniyirik, 90 yaşında. Yığdı.